Salam aleykum dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Şəxsi yaşayış üçün təmir olunmuş 3 otaqlı mənzil təqdim edəcəm. Yeni təmirdən çıxıb, çox keyfiyyətli, zövqlü təmir olunub, tam əşyalı satılır. 3 otaq qanunu 136 kvadrat ümumi sahəsidir. 8-ci mikrorayonda yerləşir. Əcəmi Naxçıvani küçəsində Aynə Sultanova Atatürk Parkına da yaxındır. Bura mənzilimizin qonaq otağıdır, vitraj pəncərələr, pol parket, kondisioner bütün otaqlarda var və şəxsi əşyalardan başqa gördüyünüz əşyalar da hamısı qiymətə daxildir. Bura mənzilimizin koridor hissəsidir. İkinci bir qonaq otağı kimi istifadə olunur. Burada televizor var, divan var. İki tərəfdə gördüyünüz kimi şkaflar yığılıb. Hamısı MDF, bir şkaflar da orada yığılıb. Bax, bu hissədə yerləşir həm çamaşır otağı, həm də sanitar qovşağın salıblar bura. Əlavə olaraq bir hamam otağı da var. Bütün aksesuarlar hamısı keyfiyyətli, yer istipol, istili sistemi də kombidir. Bura mənzilimizin əsas giriş hissəsi, damafonu da var və giriş qapısı MTK qoyan keyfiyyətli qapıdır, dəyişməyə icazə verilmir. Bura ümumi hamam otağı. Gəlin sizə böyük yataq otağını göstərdim. Bura valideynlər üçün nəzərdə tutulmuş yataq otağıdır. Qarşısında vitraj pəncərələr, eyvana çıxışı var. Həmən eyvana mətbəxdən də çıxmaq olur. Buradakı əşyalar da ev sahibi vurğuladı ki, deyilən qiymətə daxildir. Gəlin mən sizə mətbəxi göstərim. Mətbəxin də sahəsi yaxşıdır. Yer istipoldur, kondisioneri var, qarşısında eyvanı var və bütün elektronika hamısı quraşdırılıb. Mətbəx mebeli də tam yuxarı hissəyə qədər, patoloka qədər yığılıb. Və sonuncu uşaq otağını da sizə göstərim. Allah bütün övladları saxlasın. Yəni uşaq otağı kimi istifadə olunur. Bura yəni əslində böyük yataq otağı kimidir. Kvadrat sahəsi böyükdür. Bütün otaqlarda görürsünüz, pəncərələrdə hamısı vitraj pəncərələrdir. Qiyməti və bütün məlumatlar yazılıb. Bir saat əvvəl xəbər eləyin, gələk göstərək. Sağ olun, var olun.